uzun müddət Himayət Qubadovla mənlə xidmət eləyən, burada oturan ehtiyatda polkovnik Miqyas Rüstəmovdur. Hansı tapşırıqlar, hansı vəzifələr, hansı işlər görüb Naxçıvanın müdafiəsi üçün polkovnik Qubadov tərəfindən, onların bir hissəsini Miqyas müəllim izah edə bilər aslında. Amma mən ümumi şəkildə deyə bilərəm ki, Naxçıvanın toxunulmaz olmağı Himayət Qubadovun da payı var. Payı var orada. Öz xidmətinin, öz əziyyətinin o payı əldə etmişdir. Buyurun, Miqyas müəllim. Çox sağ olun, minnətdaram. Bizim üçün çox xoşdur ki, polkovnik Himayət Qubadov haqqında, onun keçdiyi döyüş yolu haqqında, xidmət yolu haqqında hər birimiz söz deyirik və belə mən ona da sevinirəm ki, polkovnik Himayət Qubadov məni də o siyahıda görüb və məni də eşitmək istəyib. İlk növbədə mən Himayət Qubadova uğurlar arzulayıram və ona sağlamlıq arzulayıram. Qoy həmişə sağlam olsun, şifalı olsun. Hər zaman evində, ocağında, ailəsində Allah onu bərqərar eləsin. Çünki o müharibənin ilk günündən çalışanda, çarpışanda, vuruşanda nə üçün çalışırdı? Odumuz üçün, ocağımız üçün, yurdumuz üçün, evimiz uğrunda, vətənimiz uğrunda, torpağımız uğrunda bax, bu mübarizəyə qatılıb. O müharibəyə qatılan birinci ilklərdəndir. Yəni, könüllü olaraq, özü də bilirsiniz bu. Bəzən görürsən, bayaqdan danışırdı, cənab general da danışdı o dövr haqqında, Asifdə danışdı, Himayət Qubadov daha ətraflı keçdiyi döyüş yollardan danışdı. Belə baxımda həmin dövr, həmin günlər, o müddət, yəni Azərbaycan müstəqilliyini əldə elədiyi ilk gündən Azərbaycan ordusu yarana döyüşürdü, döyüşə də yaranırdı. Bəli, çox gözəl ifadə. Bu ona görə də, bilirsiniz, birdən-biri bunu nəsə ittiham eləmək və yaxud da ki, belə olub, falan. Yəni, bu məsələlər biraz, görürsən, qeyri-peşəkar formada yanaşaraq başqa-başqa sözdə ifadələr edirlər. Mən bir də bir məsələni deyim ki, ümumiyyətlə, müharibə nədir? Müharibə güc deməkdir. Və güc nədir? Güc də birinin digərinə müxtəlif forma və metodlarla təsir qüvvəsinə belə güc deyilir. Həmin o dövrdə də müharibə biraz konkret məfhumdur. Bilirsiniz, konkret məfhumdur. Yəni, nə mənada konkret? Müharibədə belədir. Bir dövlət digər dövlətə elan edir ki, mən öz istəklərimi həyata keçirmək üçün müharibə eləyəcəm bu dövlət. Bu, bilirsən, konkretdir. Yəni, qarşıdakı dövlət də bu hadisəni bilir və ona hazırlıq görür. Yəni, ona görə deyir, müharibə konkretdir məfhumda. Bir də var, döyüş əməliyyatları. Və bu döyüş əməliyyatları, amma çox geniş bir məfhumdur. Yəni, döyüş əməliyyatları nə vaxt, harada, hansı formada, hansı qüvvələrlə, necə başlayacaq, onu heç kim deyə bilməz. Və ola bilsin, biz oturmuşuq burada, indi haradasa, hansısa ölkədə, hansısa döyüş əməliyyatı başlaya bilər, onu heç kim deyə bilməz. Yəni, ona görə də, bax, bu məsələlər belədir. Yəni, Himayət müəllimlə bu hadisələrin ilk günündən vətəninə, xalqına, millətinə, dövlətinə o canla, öz canı ilə, qanı ilə olan sevgisini, məhəbbətini bildirərək ora gəlmişdir. Mən Himayət müəllim haqqında
birinci dəfə Azərbaycan Ordusu qəzetində oxudum, hələ o 90-cı illər müharibəsində. Çünki onda hələ mən Qarabağ uğrunda gedən döyüşlərdə mən bizim bu döyüş cəbhəsinin cənub istiqamətində idim. Himayət müəllim şimal istiqamətində idi. Yəni o dövrlərdə çox ağır, çətin bir dövr idi. Mənim çox yaxşı xatirimdədir. 1993-cü il noyabr ayının 2-si idi. Ümumilli lider Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi bir müraciəti oldu. Televiziya və radio vasitəsilə bu yaqın hamımızın. Orada belə bir fikir ifadə edər ki, biz bir millət olaraq ayağa qalxmalı, silahlanıb düşmənə layiqli cavab verməliyik, ya da millət olmadığımızı etiraf eləməliyik. Ya bu mənim xatirimdədir, çox belə cümlələrlə deyil. Həmin o dövrdə də yəni, himayət və himayət kimi digər insanlar, qanında, canında Azərbaycanlı damarlarında qana axan insanlar kənarda qala bilməzdir. Bu mümkün deyil. Və həmin o dövrdə də Azərbaycanda çox ağır, çətin, döyüş cəbhəsində çətin vəziyyəti idi. Belə ki, daha ağır nə ilə əlaqəli idi? Bugün biz beynəlxalq səviyyədə aparılan danışıqlarda əsas mövzu olan hansı ki, Zəngəzur dəhlizi ki var. Bax, bu Zəngəzur dəhlizi birbaşa Azərbaycan Respublikasının Türkiyə ilə sərhəddə olan Naxçıvan coğrafi ərazisi ki var. O ərazidən bizi daha da uzaqlaşdırmağa çalışırdı. Yəni, burada düşmənin və yaxud düşmənin arxasında dayanan qüvvələrin məqsədi tamamilə böyük, geniş bir məfhum deyil ki, biz həmin dəhlizə nə qədər olsa belə uzaqlaşdırılmalıdır. Ümummilli liderin komandanlığı altında o dövrdə əks hücum döyüşləri hazırlandı. Və orada məqsəd nə idi? Düşmən istəyirdi ki, yeni alınan məlumatlara görə döyüşü daha da genişlən, Azərbaycanın içərilərinə doğru getmək və yeni yaşayış məntəqələri ələ keçirilməli idi. Və bununla da əlaqədar olaraq, bunun qarşısı Naxçıvanda alındı. Əks hücum əməliyyatı həyata keçirildi. Əks hücum əməliyyatı nəticəsində demək, döyüş cəbhəsinin cənub istiqamətində burada demək, Horadiz şəhəri və onun ətrafında olan yaxın yaşayış məntəqələri ələ keçirildi. Yəni, düşməndən təmizləndi, biz həmin Zəngəzur dəhlizinin başlanğıcına doğru hərəkət elədik. Ümummilli lider 93-dən danışırsınız, 94-dən? 94-cü il aprel ayının 9-da ümummilli lider Heydər Əliyev bizim hərbi hissəyə gəldi və orada bizim şəxsi heyətlə görüşdü. O orada belə dedi, yəni yeni uğur əldə olunmuşdu. Və o əldə olunmuş yeni uğuru, qələbəni orada bizimlə bir yerdə o sevinlərək bütün şəxsiyyəti təbrik elədi ki, siz belə uğurlu əməliyyat keçirmişsiniz. Bu çox təqdirə layiqdir. Mən hərbi hissənin nömrəsini demək istəmirəm, bu o qədər, bəli. Hə, en sayılı olsun. Bəli. Və belə bir fikir ifadə elədi. Siz bilin ki, arxada gözləyən torpaqlar bizimdir. Siz oraları getməlisiniz, o yerləri getməlisiniz. Və bir neçə gündən sonra, aprel ayının 17-18-i, yəni döyüş əməliyyatları, əks hücum döyüş əməliyyatı hazırlandı. Şükürbəyli Hadrut istiqamətində və döyüş cəbhəsi yarıldı. Döyüş cəbhəsi Hadrut istiqamətinə hərəkət başlayanda və 2 gündən sonra demək, yuxarı komandanlıqdan əmr alındı ki, bu istiqamətdə, cənub cəbhəsində döyüşlər dayandırılsın və Tərtər istiqamətində gərgin vəziyyətdir. Və orada
Mənim yadımdadır. General Aydamirov, Eldar Ağayev, sonra Rövşən Əkbərovun hərbi hissələri Tərtər istiqamətinə yönəldildi və orada çox ağır döyüşlər getdi. Mən bayaq dedim, düşmən orada İrəvan şəhərində nümayişə qalxmışdı. Cəmaət tələb edir ki, döyüş dayandırılsın. Himayət Qubadov həmin istiqamətdə gedən döyüş əməliyyatlarında tabur komandiri vəzifəsində olmuşdu. O tabur komandiri vəzifəsində olduğu müddətdə özü də dedi, orada General Elbrus Orucovun, General Lənkəran Əliyevin verdiyi döyüş tapşırıqlarını böyük müvəffəqiyyətlə yerinə yetirib. Və o dövrdə Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı, Əbədi Yaşar Komandan, ümumilli liderin rəhbərliyi ilə o dövrdə aparılan döyüş əməliyyatlarında Himayət Qubadovun gördüyü döyüşdə qazandığı uğurlar, nailiyyətlər birbaşa ümumilli liderə məruz olunmuşdu və mənim xatirimdədir. Həmin dövrdə Himayət Qubadov, Azərbaycan milli qəhrəmanı statusun verilməsi ilə əlaqədar olaraq ona təqdimat hazırlanmışdı. Mənim yadımdadır, bu məsələ oldu bir neçə nəfərlə əlaqədar olaraq. Və Himayət Qubadovun Azərbaycan milli qəhrəmanı fəxri adının verilməsi məsələsi o dövrdə olmuşdu. İndi sonradan Himayət Qubadova Azərbaycan milli qəhrəmanı yox, Azərbaycan bayraq ordeni ilə təltif olunmuşdu. Bu ən çox maraqlıdır. Yəni o dövrdə o çətin, ziddiyyətli, ağır, yəni hər hansı o dövr üçündə vacib olan yüksək texnologiyaların olmadığı bir dövrdə. Bəli, buyurun. Sizin sözə bir deyim. Azərbaycan bayrağı ordeni əvvəlcədən verilmişdi. Həmin bu Tərtər hadisələrin bu qapanlı kəndin qurtarmasında orada deməli dövlət nümayəndələri də vardı, hərbi hissələr vardı. Onda mənə təqdimat yazıldı ki, qəhrəmanlığa getməyə. O təqdimat yazıldı, göndərildi. Onu Cənab General yaxşı bilir qardaşım. Elə oldu ki, onun üstündən bir müddət keçib mənə müalicəyə göndərdilər. Rəhmətli Ulu Öndər demişdi ki, o vaxtı atəşkəs olanda göndərin gəlsin. Mənə göndərdilər, Türkiyə göndərdi. Onun rəhbərliyi altında. Göndərdilər, mən Türkiyədə yeyib əməliyyat olub. Qayıtdım, gəldim. Sonra mənim əmrim gəldi başqa hərbisiyə. Mən daha bilmədim ki, necə oldu təqdimatın axırı, necə oldu ki, onun heç maraqlanmır. Mən elə gəlir ki, yaxşı olar. Elə biz bugünkü bizim bu tədbirdə də bu məsələni mən bir zabit yoldaşı olaraq məsələni elə öz adımdan, bizim yoldaşlar adından ifadə edirəm və vacib olan mərhələlərə, müvafiq təşkilatlara üst tuturam ki, biz çox yaxşı olardı ki, Himayət Qubadov Tərtər istiqamətində aparılan döyüş əməliyyatlarında düşmənin o dövrdə mən Cənab General Lənkəran Əliyevlə bu barədə söhbət eləmişəm. Bir maraqlı söhbət deyir ki, o dövrdə düşmənin demək bir mayor rütbəli zabiti əsir götürülmüşdü bizdə. Onun zabit çantasından bir iş xəritəsi çıxdı və iş xəritəsində qeyd olunmuşdu ki, 1994-cü il may ayının 9-cu günü Gəncə şəhərində, Bərdə şəhərində, Tərtər şəhərində və Yevlax şəhərində düşmən təntənəli hərbi parad keçirilməlidir. Bax bu olub. Yəni məsələ burasındadır ki, düşmənin o döyüş niyyəti ki var, o döyüş niyyəti vaxtında aşkar olundu. Himayət Qubadov və onun döyüşçü yoldaşları, o cümlədən digər istiqamətdə, istər cəbhənin cənub istiqamətində, istər şimal istiqamətində düşmənə elə bir ağır sarsıdıcı zərbə indirildi ki,
düşmən, mən ayaqçı fikrimi bir də ifadə edirəm. Nümayişlər bir neçə gün dayanmadı, tələb olundu, atəşkəsə gedilsin və ondan sonra ona qədər atəşkəs olurdu. Ancaq atəşkəs olmasına baxmayaraq tez-tez düşmən bunu pozurdu. Sual olunurdu. Ümumilli lider bütün o mötəbər yığıncaqlardadır. Axı biz bu atəşkəs haqqında razılığa gəlirik. Üstündən bir gün keçəndən sonra bu necə ola bilir ki, pozulub falan. Orada düşmən cavab verirdi, erməni tərəf. Bilirsiniz, biz Ermənistan bu məsələyə qarışmırıq. Ona görə də bu atəşkəsi pozan Dağlıq Qarabağ, siz gedin onlarla danışın aparın və istər-istəməz Azərbaycanı bizim, ölkəmizi, dövlətimizi təxribata çəkməyə çalışırlar. Amma Azərbaycan da o dövrdə başında ümumilli lider Heydər Əliyev dayanırdı. O, düşmənin apara biləcəyi təxribatın dərhal qarşısının alınması istiqamətində tədbirlər görürdü. Və o dövrdə Horadiz şəhərinin alınması, o cümlədən Tərtər istiqamətində aparılan uzun müddətli qanlı döyüşlərin nəticəsində düşmən Azərbaycan ordusu qarşısında diz çökdü. Amma onların niyyətində belə idi ki, Azərbaycanı diz çöktürmək, kapitulyasiya imzalatdırmalıydılar. Onlar bizə ki, bundan sonra biz bir daha o məsələyə toxunmayaq. Amma məsələ əksinə oldu. Yəni, ümumilli liderimizin komandanlığı rəhbərliyi altında cənubda Horadiz şəhərindən, şimalda Tərtər və o cümlədən digər Ağdam istiqamətlərində aparılan məqsəd yönlü əks hücum döyüşləri düşməni yerindəcə sarsıtdı və düşmən məcbur olub atəşkəsi imzaladı. Və bu aparılmış uğurlu döyüş əməliyyatlarından sonra. Bəli. Məcbur yox. Əslində atəşkəsin olmasını ermənilər xahiş etdilər. Bəs mən onu deyirəm. Xahiş etdilər. Nümayişlərə qalxdılar. O vaxt Rusiyanın prezidenti Boris Yeltsinə Yeltsin də tapşırıq vermişdi Kozıreva, Xarici İşlər Nazirliyinə. Nikolay Kozırov, bəli. Bunu məsələn həll eləyin, təcili. Niyə? Ermənistan məğlubiyyət qarşısındadır. Və deyin ki, Azərbaycan razılaşmasa, onda biz müdaxilə edəcəyik. Bəli. Öz qüvvəmizlə. Bəli. Və Ulu Öndər fakt qarşısında belə durmuşdu və razılıq verdi ki, ateşkəs rejimi elan olunsun. Amma sən düzgün burada vurulursan, ateşkəs ondan da əvvəllər bir neçə dəfə elan olunur. Və hər dəfə ermənilər öz o məkirli hərəkəti ilə, niyyəti ilə nə eləyəcək? Onu istifadə edəcəklər, ehtiyatlarını gətirib çıxarmağa, yeni silah texnika, sursatlarla hərbi hissələri təmin etməyə, o cümlədə Rusları da. Misal üçün, biz bilirik ki, bir neçə fakt bilirik ki, Rusiyanın Pskov şəhərində yerləşən paraşüt desant diviziyasının batalyonları, alayları Novgorodda yerləşən alayı da gəlib orada Kəlbəcərdə, Murovdağ istiqamətində, Ağdərə istiqamətində döyüşüblər. Biz bilirik ki, Füzuli istiqamətində Rusiyada hazırlanmış Rus təlimatçılarla birgə erməni tankçıları döyüşə girmişdi. Döyüşə girdi, amma onlar orada hamısı vuruldu. Amma onları örgədən, onlarla bərabər döyüşə girən kim idi? Ruslar idi. Biz o bilirik o faktları. Və bunlar hamısı onların oyunu idi. Şirkli oyunları. Amma oyun olsa da belə zəhəm gəlir. Məsələ burasındadır ki, həmin o dövrdə siz dediyiniz o Rusiya Federasiyasının müxtəlif yaşayış məntəqələrində yerləşən, dislokasiya olunan Rus hərbi hissələrinin, Rusiya Federasiya hərbi hissələrinin Qarabağa döyüşə yeridilməsi, o cümlədən Gürcüstanda olan qoşun hissələrinin Qarabağa döyüşə yeridilməsi. Bu o deməkdir ki, və bunlar tamamilə Azərbaycanın bu məsələdə nəfəsini kəsməyə çalışırdılar. Və ən maraqlı məsələ odur ki, Horadiz şəhəri alınandan sonra Boris Yeltsin ümumilli liderə zəng edib.
sizə niyə o ərazilərə getmisiniz? Siz kimdən icazə almışsınız o şəhərləri, əraziləri, yaşayış məntəqələri düşmənin təmizlənməsinə? Və ümummilli lider o dövrdə cavab verir ki, biz kimdən icazə almalıyıq? Bu ərazilər, bu torpaq bizimdir, bizim dədə-baba torpaqlarımızdır. Və buna baxmayaraq, bir neçə gündən sonra Rusiyanın demək, Qarabağ üzrə xüsusi nümayəndəsi var idi. Cənab general dedi, Vladimir Kazimiro. Vladimir Kazimiro Bakı şəhərinə gəldi. Həmin döyüş əməliyyatlarının aparıldığı ərəfədə və tələb olunur ki, Azərbaycan tərəf döyüşü dayandırılmalı, Horadiz şəhəri və digər yaşayış məntəqələrindən geri çəkilməlidir. Həmin dövrdə general Elbrus Orucov, həmin o bizim istiqamətdə idi. Cənab general bizim istiqamətdə idi. Sonra xüsusi tapşırıqla sonra o Tərtər istiqamətinə göndərilmişdir. Və Vladimir Kazimir deyir ki, döyüş dayandırılmalı və siz geri çəkilməlisiniz. Amma buna razılıq verilməmişdi. Sonra o geri qaydanda hava limanında demişdi ki, rəhmətli Vəfa Quluzadəyə, əgər siz geri çəkilməsəz, biz Gəncə şəhərin götürəcəyik. Vəfa Quluzadə deyir ki, siz deyəndə siz kimi nəzərdə tutursunuz? O çaşdığını deyir ki, mən biz deyəndə yəni erməniləri deyirəm ki, ermənilər belə. Bu da demişdi ki, gedin, nə eləyə bilərsinizsə, nə bacarırsınızsa, eləyin. Yəni, bax, bu məsələlərin mən deməkdə məqsədim o idi ki, həmin dövrdə qazanılmış uğurlu əməliyyatdan sonra Azərbaycan Respublikasına qarşı xarici dövlətlərin, xüsusilə beynəlxalq aləmdə dünyanın güc dövlətlərinin Azərbaycana qarşı inamı artdı, inamı gücləndi və nəticədə, əgər xatirinizdə 20 sentyabr 1994-cü ildə əsrin ən böyük kontraktı neft konsorsiumu imzalandı və neft konsorsiumunda imzalanması nə deməkdir? O deməkdir ki, Azərbaycan iqtisadiyyatında böyük sıçrayışlı inkişaf oldu. İqtisadiyyatın sıçrayışlı inkişafı Azərbaycan Respublikasının bütün sahələrin inkişafı kimi o cümlədən də Azərbaycan silahlı qüvvələrin hər tərəfli inkişafına təsir elədi. O cümlədən 2003-cü ildən sonra bu daha da sürətləndi. Saatlar oldu da daha gücləndi. Bakı, Tbilisi, Ceyhan neft kəmərinin olması, yəni bütün, onlar Azərbaycan iqtisadiyyatının inkişafı deməkdir. İqtisadiyyatın inkişafı deməkdir ki, ordunun sosial yaşam, həyat tərzi yaxşılaşdırılması, hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, o cümlədən demək, orduda döyüşə hazırlıq qabiliyyətinin yüksəldilməsi, orduda zabit kontingentinin hazırlanması və bütün o cümlədən müasir yeni texnologiyanın hazırlanması, daha doğrusu alınması, bunun alınması üçün bizim üçün iqtisadi imkanımız lazımdır. Və bütün bu prosesin, bugünkü 2020-ci ilin vətən müharibəsində əldə olunmuş qələbənin, zəfərin başlanğıcı, bax, bizim bugün qəhrəmanımız Himayət Qubadov və onun kimi həmin illərdə Azərbaycan döyüş cəbhəsində böyük fədakarlıq eləmiş döyüşçülərin nəticəsində. Sonra mən bir məsələyə də toxunum. Bilirsiniz, bayaq dedim mən müharibə haqqında. Müharibə bir nəfərin, 3 nəfərin, 5 nəfərin, 10 nəfərin, 100 nəfərin işi deyil. Müharibə bir batalyon, bir taburun işi deyil. Müharibə bir kəndin, bir rayonun işi deyil. Müharibə, xanım, bütövlükdə ümumdövlət tədbiridir. Müharibə bütövlükdə ümumdövlət tədbiri olmaqla həm də ümumxalq gücünün nümayişidir. Biz burada deməklə ki, Tərtər cəmaatı belə elədi və yaxud Gədəbəy cəmaatı, xeyr, bu ümumilikdə, yəni biz bilirsiniz, belə o şeylər gedirik də, biz bilirsiniz, o belə, necə deyim, belə əyalət formasında düşük. Xeyr, burada ümumilikdə dövlətimiz var. Bizim
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Başkomandanın gözəl bir ifadəsi var. Deyir, milli həmrəylik, milli təəssübkeşlik, milli qürur, milli ləyaqət. Bax, budur bizim xalqımızın nədir? Gücü, qüvvəsi, qüdrəti, əzəməti ki, və o dəmir yumruğa çevrildi, düşmənin başını əzdi və bugün biz düşmən üzərində layiqli zəfər qazanmışıq. Çox sağ olun. Yəni onu biz bir nəfərə bölək, ya bu bir nəfər falan kəs, yəni bütövlükdə bu xalqın, dövlətin, millətin qələbəsidir və Himayət qardaşım bugün mən çox xahiş edirəm. Yəni onun Azərbaycan milli qəhrəmanı adının təsdiq olunması haqqında məsələnin qaldırılması mənə deyək ki, vaxtıdır. Bəli, sağ olun. Çox sağ olun, əhatəli danışdınız. Döyüş yoldaşlarından belə etibar qalır. O vaxt tələbə ikən o da sizinlə vuruşub və o vuruş səhnələrindən də o kitablar yazıb, 4-5 dənənin də əlində mükəmməl bir kitab var. Çox sağ olun. Onun da fikrini dinləyək. Demək, bildiyiniz kimi cənab general, cənab polkovnik danışdı. O vaxtın həm siyasi, həm döyüş hərbi əhəmiyyətini geniş şəkildə şərh etdilər. Demək, bilirsiniz ki, 94-cü əvvəllərində Tərtər istiqamətdə çox ağır döyüşlər gedirdi və erməninin qarşısında çox böyük bir tapışıq qoyulmuşdu ki, Tərtər götürülsün. Çünki Tərtərin götürülməsi ilə arxa şəhərlər, Bərdənin, Gəncənin, Yevlaxın götürülməsinə yollar açılırdı. Və cənab bizim rəhmətli ümummilli liderimiz də tapşırmışdı ki, Tərtər dayanmalıdır. Tərtərdən bir addım belə arxaya ola bilməz, hətta qarşı tərəfə düşmənin işğal etdiyi digər torpaqlar da azad olunmalıdır. Həmin ərəfədə mən tapşırıq aldım. Həmin zamanlarda mən demək, hərbi jurnalist olaraq televiziyada işləyirdim, hərbi proqramlarda tapşırıq aldım ki, ağır döyüşlər istiqamətində bizim çəkiliş qrupumuz çəkilişlər aparmalıdır, orada döyüşçülərimizlə görüşməlidir. Və mən orada gedən kimi təbii ki, müəyyən döyüşçülərlə görüşdüm. Eyni zamanda bizim qəhrəmanımız Elbrus Orubucovla da görüşdüm. Həmin istiqamətdə briqada komandiri idi və döyüş əməliyyatlarına rəhbərlik edirdi. Dərhal təbii ki, müəyyən tapşırığımız yerinə yetirdikdən sonra, müsahibələr götürüldükdən sonra, demək, mən getməmişdən bir müddət əvvəl bizim redaksiyamıza müraciət olmuşdu ki, bizim Himayət Qubadov adlı bir valideynlər tərəfindən oğlumuz artıq 4 aydır, xəbər yoxdur onun haqqında. Biz onu öldüsündən, etkisindən belə xəbərimiz yoxdur. Hətta onun şəhid olduğunu düşünürdülər. Çünki ağır döyüşlərə getdiyi haqqında bizim bütün respublikada məlumatlar var idi. Amma təsəvvür edin ki, 4 ay ərzində Himayət Qubadov çox ağır döyüş əməliyyatlarında iştirak etmiş və tapşırıqlar yerinə yetirmişdi. Amma o qədər başı bu tapşırıqlara qarşıtmışdı ki, öz ailəsinə, yaxınlarla belə əlaqə saxlaya bilməmişdim. Mən Elbrus müəllimə o vaxtları xahiş etdim ki, onun haqqında bir məlumat versin. Elbrus müəllim dedi ki, narahat olmayın, Himayət Qubadov sağdır, amma bu dəqiqə xüsusi tapşırıqla düşmən arxasındadır və bu dəqiqə siz onunla görüşməyiz mümkün deyil. Yəni biz görüşə bilmərik. Amma mən təkid etdim, xahiş etdim ki, yəni mən sizin şifahi məlumatınızı onun valideyninə çatdıra bilmərəm. Yəni inanmayacaqlar, mümkünsə bir şərait yaratsın. Təbii o çox danışıqlardan sonra, telefon əlqələrdən sonra və mən dedi ki, biz bu günlər bizim döyüşçülərimiz Himayət Qubadovla görüşməlidir, konkret təyin olmuş bir yerdə və sizi ora apara bilərik. Biz təbii ki, bizə bir texnika verdilər, biz oraya getdik, mən öz çəkiliş qrupumdan, biz oraya gedinə qədər də çox təhlükəli yerlərdən keçdik, cüllə yağışları altında oraya gedib çıxdıq və həqiqətən də müəyyən müddət gözlədikdən sonra Himayət Qubadov yaxınlaşdı, özümü təqdim etdim, müsahibə götürdük. Həmin gündə biz təbii ki, qayıtdıq və demək olar ki, bütün gecəni mən yatmayıb, mən çox sevinirdim ki, Himayət haqqında məlumat əldə edə bilmişəm. Təbii ki, biz tapşırığını da yerinə yetirmişdik. Eyni zamanda ikinci bir tapşırıq Himayət Qubadov haqqında məlumat əldə etmək və məlumatı valideynə çatdırmaq idi. Mən demək olar ki, bütün gecəni veriliş hazırlayıb, ertəsi gün efirə buraxdıq. Onun valideynləri o vaxt bildiyimə görə kənddə yaşayırdılar. Eləmi? Buradaydılar. Amma qohumlar da kənddə yaşayırdılar. Mənə o zamanlar kənddən xəbər verdilər. Yəni buradakı valideynlər yox, kənddən xəbər verdilər ki, demək onun bütün qohum qardaşları televiziyada onu gördükdən sonra çox şad olublar, valideynlərə xəbər veriblər və demək olar ki, bütün kənd cəmaatı qalxıb ki, şadlıq edirlər ki, Himayət sağdır. 4 aydan sonra artıq bunun haqqında məlumat əldə ediblər. Sevinirlər ki, Himayət sağdır. Döyüş yoldaşlarla görüşdüm, söhbət elədim. Elbrus Orucov özü söhbət elədi, cənab general idi, o vaxtlar general mayor idi. Söhbət elədi Himayət Qubadov haqqında
Mən əldə etdiyim məlumata görə həmin istiqamətdə aparılan döyüşlərin demək olar ki, ən mərkəzində gedən bizim qəhrəmanlarımızdan biri də Himayət Qubadov olub və Tərtər rayonunun qorunması, arxaya ordumuzun qüvvələrimizin möhkəmlənməsi və düşmənin hücumunun o ağır zamanlarda düşmənin çox planlı şəkildə hücumun qarşısı alınmasında Himayət Qubadovun çox böyük fəaliyyəti, çox böyük əməyi olub. O baxımdan da mən də əminəm ki, sizin bizim digər hərbiçi dostlarımız qaldırdığı məsələ təqdimat gec-tez öz həllini tapacaq və qəhrəmanımız layiqliyə öz adını alacaq inşallah. Bəli, mən bir məsələyə də toxunum, zəhəm gəlir. Demək, Himayət Qubadovun Naxçıvan Muxtar Respublikasında xidməti dövründə biz cənab generalla müdafiə postlarında tez-tez o xidmət aparan şəxsiyyətlə görüşürdük. Himayət Qubadov Naxçıvanda Soyuqdağ adlanan dəniz səviyyəsindən 3000 metrdən hündürlükdə yerləşən bir orada demək, bəli, döyüş tapşırığı yerinə götürürdü. Təsəvvür edin, dəniz səviyyəsindən 3000 metrə yüksəklikdə, 3000 metrədən yüksəkdə idi. Mən konkret indi demirəm nə qədərdir. Yəni 3000 metrədən yüksəkdə, bu 3000 metrədən yüksəkdə olmaq insan yaşayışı üçün, sağlamlığı üçün əlbəttə mənfi təsir edir. Həm də ki, orada qış olanda 1 metr yarımdan çox qar olur. O dəniz səviyyəsindən 3000 metr hündürlükdə yerləşən o yüksəklikdə Himayət müəllimlə görüşdük. Orada şəxsiyyətlə biz söhbət elədik. Şəxsiyyət deyiləm, ora elə bir yerdir ki, o yüksəklik. Oradan durursan, şimala baxırsan, şimala. Mən bunu bəlkə də çox adam deyər ki, bunu Polkovnik Rustamov şişirdi, mən şişirdim. Həqiqətən də göz işlədikcə şimala baxırsan, dəmir qapı Dərbəndə qədər görünür. Elə bir yüksəklikdir. Cənuba baxırsan, çevrilir, Təbrizə qədər görünür. Qərbə baxırsan, bu üzü yuxarı Naxçıvan, İrəvan, Ağrı dağı necə görünür, Ağrı dağı necə görünür, yüksəkliyi. Şərqə baxırsan, bu tərəfdə baxırsan, Zəngəzur, Qarabağ, Mil, Muğam, Bakı, Şirvan, Bakı, yəni Azərbaycan, yəni deməyim odur ki, Azərbaycan bütöv görünür. Azərbaycanın o dövrdə də elə o bütöv görünməsinin, qorunub saxlanılmasının, Azərbaycanın o diriliş dövrünün, yaranış dövrünün, quruluş dövrünün bugünkü günə gətirilib çatdırılmasında bax, ən böyük əməyi, zəhməti olan bizim polkovnik hərbi rütbəli zabitimiz və komandirimiz və o briqada komandiri vəzifəsinə qədər gəlib yüksəlmişdir. Bu, elə bir sadə nailiyyət deyil, sadə göstərici deyil. Ona görə də mən bir daha bu günləri Himayət müəllimə bir daha öz adımla, yoldaşlarımız adından sağlamlıq diləyirəm. Qoy o hər zaman var olsun. Evində, ocağında, yurdunda hər zaman qoy onun səsi gəlsin. Uğurlar arzu edirəm. Çox sağ olun. Allah sömür versin. Uğurlar, sağlıq arzulayıram və o gözəl balon şahinin xeyir işin. İnşallah. İndi Himayət müəllimlə danışdılar, onun döyüş yoldaşları. Hələ bu yoldaşların sayı bəlkə də onlarla, yüzlərlə artırmaq olar, onu tanıyanlar. Biz bir onun artıq ailəsini istəyirik, ailəsini tanıyaq, ailəsini də çəkək. Həyat yoldaşım Qubadov Gülbəniz xanım, övladım Qubadov Şahin, Qubadov Gülnaz. Sizin hər biriniz ailəmiz adından təşəkkürümüzü bildirir, minnətdarımızı bildirir. Gələn ayağınız var olsun. Sağ olun. Borcumuzdur. Bizi sevindirdiniz. Borcumuzdur. Allah sömür versin. Zəhmət bizi halal edin. O nə demək? Haqqımız ödənilməz.